Uşaqlar, biz bugün Ərdəbil hakimliyini keçəcəyik. 13-cü əsrdə Bağdadın tutulması ilə deyəcəyik ki, biz Abbasilər xilafəti süqut etdi və dini liderin olmaması İslam cəmiyyətinin ciddi sınaq qarşısında qoymuşdu. Arif, yaxşı. Belə deyim də, bax Monqolların ilk vaxtlar İslam dinini sıxışdırması yadınızdadır da 1220-22-ci illərdə müsəlmanlar arasında da çoxlu uşaqlar təriqətlərə və cəryanlara yaranmışdı. Deməli, bax biz nə dedik? Abbasilər 1258-də süqut eləyəcək, Monqollar da yaranır və çoxlu təriqətlər var idi və bunlar nəticə etibarilə gətirirdi Ərdəbildə şiəliyi təbliğ edən Səfəviyyə təriqəti formalaşmağa başladı. Və nəzər sarsaq biz xəritədə bayaqların Bağdadın adını çəkdik. Bir də nə dedik sizlə? Bir də dedik ki, Ərdəbildə, uşaqlar, Ərdəbil hardasa təxminən baxın, Təbriz, baba burada Rəşdin yan hissəsində yerləşir. Fikir verin, baba buralarda da Ərdəbil Marağa tərəfdən, yaxşımı? Bir də nə dedik? Bunların mərkəzi bəli, Aysa, Bağdad. Bağdad da bilirik də, nəyin arasında yerləşirdi? Dəclə və Fərat çaylarının arasında, yaxşımı? İndi gəlin biz sizlə nəyi danışırıq? Səfəvlər sülaləsinin yüksəlişi uşaqlar Monqol istilası dövrünə təsadüf edir. Monqol istilası da, yəni Monqolların bura yürüşlərlə, yəni özlərinə tabe etdiyi dövrə. Monqollar işğal etdiyi ərazilərdə neynəmişdilər? Sufi dərviş təriqəti yaranırdı, yaxşımı? Və bu təriqət sənətkarlar və kəndlər arasında daha çox yayılmağa başlamışdı. Ərdəbil şəhərində də yaranmış belə ordenlərdən biri də Şeyx Səfiyyəddin İshaq Əl-Müsəvi Əl-Ərdəbilli. Getdi. Yəni siz qısaca deyəcəksiniz ki, Şeyx Səfi, yaxşımı? Nə deyəsiniz? Şeyx Səfi. Arif bizimə var ki, nə deyir? Yaxşımı? İndi uşaqlar, bu özün mənbələrdə Türk piri adlandırırdı, nə bilim müqəddəs Türk özünü adlandırmışdı. Nəysə də ay Arif gəlir moizalar oxuyurdu. Ərdəbil əhalisi də məsəl üçün şeyxin müridləri hesab olunurdu da. Yaxşımı? Mürid də bilirsiniz nə deməkdir? Mənim davamçı, mənim göstərişlərimi yerinə yetirən şəxslər idi. Yaxşımı? Əlbəttə ki, biz bilirik ki, Şeyx Səfəvilər şiəlik məzhəbinə mənsub olmuşdular və bunu təbliğ etməyə başlamışdılar. Aydındır. Uşaqlar, Səfəvilərin ümumiyyətlə Azərbaycan olsun, şərq ölkələrində olsun, belə deyək də, xalqın ağır vəziyyətinin səbəbini sünilikdə görürdülər. Biraz gülməli olsa da, hə? Və süni hökmdarlarını deyirdilər ki, hə, sizin hakimiyyətiniz qeyri-məhdud hakimiyyətdir. Sizi qanuni hökmdar olaraq saymırdılar. Yaxşımı? Ümumiyyətlə Azərbaycan, Kiçik Asiya, İraqda, Suriyada bunların ardıcılları vardı. Azərbaycan, Kiçik Asiya, İraq, bir də Suriyada bunların ardıcılları vardı. Nəysə, bunlar hamısı nağılvari şeylərdir. Uşaqlar, bir sözlə bizə lazım olan əsas məlumat nədir? 13-cü əsrin sonlarında Şeyx Səfi neynədir? Ərdəbil ordeninin əsasını qoydu. Yaxşımı? Aydındır sizə. Beləliklə də biz deyəcəyik indi Şeyx, mənə fikir verin, ha, bunlar abla, diqqətim burada olsun, Şeyx Cüneyd. Gəldik Cüneydə, baxın, indi koddaşdırmamıza gedəcəyik. Uşaqlar, Şeyx Cüneyd 1447-dən 1460-a qədərdir. 1447 deyəndə mən burada avtomatik Şahrux xanın ölümü Cahan Şahın azadlığa çıxması ilə əlaqələndirə bilərəm. Uşaqlar, gəlin, bax, mən sizə bir şey deyim. Bunun Səfəvi şeyxin hakimiyyətə gələndə, yaxşımı, bu da sünnilərə qarşı mübarizə aparıb Şeyx Cüneyd. Bu öz tərəfdarlarının, belə deyim də, Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədar, başqa yarım köçmə Azərbaycan türk var idi da tayfalarını, yaxşımı. Bax, görürsünüz, öz tərəfinə çəkir, yarım köçmə. Məsəl üçün, biz Hülaki xanda demişdik, köçərlərə arxalanırdı. Qazan xan yerlilərə, Cahan Şah köçərlərə qarşı mübarizə aparıb, yaxşımı? Bu da yarım köçmə Azərbaycan türk tayfalarını neynədir uşaqlar? Öz tərəfinə çəkmək üçün başlayacaq onlarla mübarizə aparmağa, yaxşımı? Və indi mən sizə bir şey deyirəm. Uşaqlar, biz deyəcəyik ki, 14-cü əsrin ortaları idi.
Səfəvlərin uğurlu yürüşlərini görəm. Bunlar gəlir Ərdəbildə möhkəmlənmişdi də, hə? Qaraqoyunlu Cahanşah. Arzu, bir dənə fikir verirsiniz. Cüneyd C. Cahanşah. Deməli kimi dedi? Cüneyd C. Dərsin izahlarını sizlə YouTube-a yükləyəcəm. Uşaqlarla da sual cavablarını elə YouTube-a yükləyəcəm. Baxarsınız oradan yaxşı. Bax, Cüneyd C. Cahanşah. Cahanşahı mən sizdən Ərdəbil hakimliyini soruşanda Cahanşahı da soruşacağam. Qarşıma çıxacaq Şeyx Heydəri soruşanda kimlər qarşıma çıxdı, Yaqub soruşacağam. Rüstəm çıxanda Rüstəm, yəni bir sözlə Qaraqoyunlu, Ağqoyunlu bir daha təkrar eləyəcəyik. Yaxşımı? Uşaqlar, mən Cahanşahın əmri ilə 47, 3 il sonra fikir versən Arzu, 49-da Azərbaycanı tərk eləyib MMS. Gedirəm MMS yeməyə. MMS daha şəndir hər yerdə. Misir, Mesopotamiya və haranı gəzəcəm? Suriyanı gəzib dolanana sonra qayıdıb gələcəm hara? Diyarbakıra. Deməli uşaqlar, Ağqoyunlu Həsən bəy, Qaraqoyunlu rəqibi, yadınızda qalsın, Səfəvilərlə, bax, Qaraqoyunların rəqibi, Ağqoyunlu Həsən bəy, Bayandurlu yaxınlaşması baş verəcək. Nə dedim mən sizə? Səfəvlərlə kim yaxınlaşacaq? Qaraqoyunların rəqibi kim? Həsən. Bəli. Həsən bəy uşaqlar öz bacısı Xədicəni Cüneydə verəcək. Yaxşımı? Bax, Cüneyd C. Xədicə. Aləmşahı Heydərə verəcək də. Aləmşahı Heydər. Cüneyd C. Cahanşah. Aydın oldu sizə. Uşaqlar 1460-da bu Dağıstana və Şirvana yürüş eləyəcək, aydındır. Və burada Qaraqoyunlu Cahanşahla 1-ci Xəlilullah ittifaqa girəcək. 1-ci Xəlilullah da hakimiyyətə gəlmişdi İbrahimdən sonra 1417-1462-də. Elə bu hadisədən 2 il sonra gedəcək. Kimdən hakimiyyəti? Bax, Cahanşahı, Xəlilullahı. Deməli, nə dedim? Cahan. Mən burada, bax, qızıl xırdalayıram. Cahanşah, Xəlilullah, əlim də gəlmir dərslərimi paylaşma. Hər dərsi saytımızda yerləşdirərik. Cahanşahı, Xəlilullahı, aydın oldu. Kimə qarşı birləşmişdi? Cüneydə qarşı. Uşaqlar, bunlar 1400 Cüneyddir. 1460-cı ildə Samur döyüşü yaxınlığında baş verən döyüşdə neyniyəcək? Cüneyd döyüşdə həlak olub. Allah rəhmət eləsin. Aydındır. Buna bağlı problemimiz qaldı? Yox. İndi gəlirik uşaqlar Heydərin dövrünə. Heydər də 1460-dan 1488-ə qədər gələcək. Elə Cüneydin döyüşündən sonra uşaqlar. Yadınızdadır, mən sizə demişdim ki, 1468-69-cu ildə Uzun Həsən Teymurlərlə döyüşdə, Muğanda mühasirəyə düşəndə, Əbu Səidi bayaq soruşdum, məğlub eləyəndə kimin köməyindən istifadə eləmişdi? Heydərin. Yaxşı? Şeyx Heydərin. İndi uşaqlar, yadınızda qalsın, elə bu münasibətlə də mən 1470-də bunu gətirib otuzduracam harda? Ərdəbildə taxtda. Aydındır? Bəli, bəli, Ayşə. Onu ordenin irsi taxtında otuzduracaq da, düzdür. İndi uşaqlar, Şeyx Heydərin vaxtında, yadınızda qalsın, orduda hərbi qaydada təşkil olunur. Qazi, sufi dəstələrinə bölünür. Bir nə dedim? Ordu, qazi, bir də sufi. 2. Diqqətiniz məndə olsun. Uşaqlar, onun dövründə 12 imamın şərəfinə başına neynəmişdilər? 12 qırmızı zolaqlı nə bağlamışdılar? Çalma. 1, 2, 3, 12. Və ona görə də bunlara uşaqlar qızılbaşlılar deyilirdi. Mən sizə desəm ki, Cüneydin dövründə qızılbaşlılar götürmüyor. Qızılbaşlılar biz nə vaxtdan adlandırdıq? Heydərin dövründə. Yaxşımı? Ay uşaqlar, bu 3 dəfə, atalar 3-dən deyib, Dağıstana, Şirvana yürüş eləyəcək. Elə 3-ün götürürsünüz 83-dən, yaxşımı? 1483, 1487 və 1000 axırıncıda su sənəngi sudasılar. 1400 və 1488-ci ildə neyniyəcək? Öləcək. Öləcək deyəndə vuruşmayın da deyəcəm sizə. Deməli, uşaqlar, bax, mən sizə belə deyim də, bu Dərbətdən şimaldakı, yadınızda qalsın,
kafirlər üzərində qələbə qazanması bu Şeyx Heydərlərin sayının artmasına gətirib çıxart. Dərbənddə şimalda kafirlər üzərində qələbə qazanması. Uşaqlar, Şeyx Heydərin qələbələri yadınızda saxlayın. Yaqubu qorxuya salmışdı. Mən yenə də qayıdıb sizi Yaqub 1478-1490 Yaqub kimdən demişdim? Yaqub, baxın. Yaqub demişdim, kimdən dost olmuşdu? Bəyazid. Yaqub hansı dövr idi? Durğun. Bəli. Sonra nə demişdi? Heç nə. Yaqubun dövründə durğunluq, Bəyazid, məncə daha başqa heç nə deməmişdim də, hə? İndi uşaqlar, gəlirsiniz nəyə? Dağıstana 3-cü yürüşü zamanı, bax yadınızda qalsın, Bayandurlu, Şirvan, yaxşımı? Yaqub da. Yaqub kimdir? Bayandurlu. Bir də deyəcəyin ki, Fərrux Yasar. Fərrux Yasar kimdir? Şirvanşah hökmdarı, bəli. Bax, Yaqub Yasar, o ikisi də bir koddaşdırırıq. Kim idi? Yaqub, hə? Yasar. Ay uşaqlar, mən bayaq Samur döyüşündə dedim, Cahanşah, Xəlilullah. Burada da yığıları Yaqub, Yasar. Fərrux Yasar idi. Bu hissi birləşdi kimə qarşı? Heydərə qarşı 1488-də hansı döyüş olmuşdur? Bəli. Yadınızdadır, mən deyirəm, Yaqubun dövrü nə qədər durğunluq dövrü olsa da, getməyinə 2 il qalmış, beyni çöndü. Kimlə mübarizə aparmışdı? Heydərlə. Bəli. Mən nə cür izah verirəm, videoya baxıb elə oxuyursunuz. Bu sizə heç yerdə çaşa bilmərsiniz də. Yaqubundur. Bax, Heydərlə uşaqlar 1488-ci ildə yenə Dağıstana, Şirvana yürüş edəndə, yaxşımı, nə deyəcəyin? Şahdağ, görürsünüz, Heydər Şahdağ, Heydər Şahdır da, biz bilirik Heydərədir, Şah adına bərabər bir addır. Yaxşımı, burada məğlub eləyəndən sonra uşaqlar, Şeyx Heydərin oğlanları kimdir? Gəldik bura, Sultan Əli. Sonra kim idi? İbrahim. Hələ 2 yaşı tamam olmamış uşaqlar. İsmail. Yaxşımı? 2 yaşı var imiş, çocuq. Deməli uşaqlar, indi belə. Gələcəm Rüstəmin dövrünü soruşacağam 1492-97-ci illərdə. Yaxşımı? Uşaqlar, Rüstəm hakimiyyətə gələndə, bayaq deyirdin, yoxdur orada, mən soruşanda dedin, yoxdur. Rüstəm bilirik ki, 1492-ci ildə hakimiyyətə gələndə Ağqoyunlu Rüstəm Mirzə uşaqlar bunları həbsdən azad elətdirəcək. Yaxşımı? Və gətirəcək onu Ərdəbil hakimi kimi, Sultanəlli Ərdəbil hakimi kimi tanınacaq 1492-də. Mən sizlə bax, yox, arısa. Mən sizlə 1470-nə, 1492-nin oxşarlığını eləyə bilərəmmi, soruşa bilərəmmi? 70-də kim Ərdəbil İlçi orderini otuzdurmuşdular? Bəli, 92-də kim idi? Sultan. Aydındır. Deməli, mən, amma Rüstəm uşaqlar Səfəvilərin nüfuzunun artmasını qısqanclıqla qarşılayacaq. Sultanəli 1492, Sultanəli uşaqlar Sultanəli deyəcəyin ki, hansı döyüş? Şəməsi. Aydındır. Şəməsi döyüşündə Rüstəm Padşahın qoşununa döyüşdə deyəcəyin öldürüldü, məğlub olandan sonra Ərdəbili zəbt etdilər. Uşaqlar, burada diqqətli olun. Şeyx Heydərin kiçik oğlu İsmailı gizlədə bilirlər. Hətta o vaxt belə bir rəvayət var ki, aparıb ağacda ayağı yerə dəmir Qurana əl basıblar ki, bu torpaqda bunun ayağı yoxdur. Ağacdan asırmışlar, elə bir Laxıcanda olubdur belə bir şey. Uşaqlar, İsmail bax, fikir verin, çox-çox xahiş edirəm. 1494-dən 1501-ci ilə qədər neçə il eləyir? 1494-1501. 6 il götürək də. Təxmin 6 il, hə? 6 ildə harda qalacaq? Lahicanda qaldı. Yaxşımı? Ona qədər uşaqlar bu məsələləri kimlər həll edirdi? Qızılbaş əmirləri. Mənim Ərdəbil hakimliyi bu qədər. İndi keçəcəm Şeyx Heydərin, belə Şeyx Heydər, Şeyx İsmailin həm Ərdəbil hakimliyi dövrünə, həm də dövləti yaratdığı dövrə. Burada bunu yekunlaşdırıram. Yaxşımı? Aydın oldu sizə. Gəlin bir də son olaraq refleksiyamızı həyata keçirək. 1460, 1488, 1401-də neçə dedim mən sizə? 92. Deyin görüm, 1460-da hansı döyüş oldu? Samur. Samur döyüşündə kim idi? Cüneyd.
İttifaqda kimlər idi? Cahan Şahla ki, ay sağ Xəlilullah, bu nə də. Sonra Şah Dağ döyüşündə kim idi? Heydər. Bax, yadınızda qalsın. Uzun Həsən, qızım Heydərə. Heydər Aləmşah Heydər. Aləmşah ilə bitdi Heydərlə evlən. Cüneydə də vermişdi kimi? Xədicəni. Sonra 1492-ci ildə də hansı döyüş oldu? Şəməsi. Şah Dağ döyüşündə ittifaqda yığılar idi. Yığılar kimi idi uşaqlar? Yasar, Əhsən, bəli, Yaqub. Sonra dedik ki, Şəməsi döyüşündə. Burada Rüstəm tək olur. 92-də gətirir. 1492-də Rüstəm hansı döyüş baş vermişdi? Yadımdan çıxmışdı. Yaxşı ki, yadıma düşdü. Hansı döyüş baş verib 1492-də? Rüstəmin vaxtında. Bayaqlarım keçdi, soruşdum. 1492. Məncə yox, şeydə dəm. Bərdə. Nədən? 1492-ci ildə. Bərdə döyüşündə həmən bax bu Sultanəli Rüstəmə kömək eləyir. Elə onu da gətirir, indi yadıma düşdü. Onu da gətirir burada hakimiyyətə. Başa düşdünüz? Baysunquru da bəli, Bərdə döyüşündə Baysunquru məğlub eləyib. Vəssalam.